Salam əleykum, xoş gördük. Əleykum. Həmişə kiber qeybətə yığılmışıq burada. Tanıdığınız kimi mən Şahin, Rüstəm və bugünkü qonağımız Günel xanım Cənnətova, Kodolandiya Akademiyasının təsisçisi, həm də rəhbəri. Xoş gəlmisiniz Günel Xoş xanım. gəlmisiniz Günel xanım. Həmişə siz gələsiniz. Bugün biraz söhbətlər ağır olacaq, çünki sizə qarşı çox şikayətimiz var. Mənə. Bəli. Ölkədə baxın nə qədər DDoS atakalar var, nə qədər phishinglər var. Bunun əsas mənfi tərəfi odur ki, insanlarda kiber gigiyena haqqında bilgi yoxdur. Mən Və onunla ilgili nə deyə bilərsiniz? Onunla əlaqədar nə təklifləriniz var? Siz nələr edirsiniz akademiya olaraq onunla əlaqədar? Yox, bizdə tək akademiya deyil, biz həm də xidmətlər veririk. Bu başqa Kodolandiya brendi barəsində demək istəyirəm. Tək akademiya ilə məhdudlaşmaq istəmirəm. Amma sizinlə razıyam ki, ölkə iki cəhbiyə bölünüb. Yarısı phishingdir, yarısı DDoS ataklardır. Və bunun baş verməməsi üçün əslində qayıtmalıyıq ta 37-ci ilə kiber maarifləndirməyə. Çünki bilirsiniz 15-ci əsrdə adi gündəlik gigiyena belə yox idi. Çünki gigiyena maarifləndirilməsi yox idi. Yəni səlibçilərdən bu yana bu maariflənmə gələ axırı bu günə gəlib çatmışıq və biz bilirik ki, çöldən evə gələndə əlli yumaq lazımdır, hər hansısa bir özünü qorumaq lazımdır və kiberində gigiyenası budur. Yəni biz necə eləməliyik ki, bu 21-ci əsrdə kiber gigiyena xəstəliyinə tutulmayaq. Bura bildiniz, hər hansısa bir ataka, hər hansısa bir kiber dələduzlara şərait yaratmamağı və və s. Həm özümüzü, həm də işlədiyimiz çevrəmizi qorumağı nəzərdə tuturam. Elə bil ki, kiberi bir qala kimi nəzərdə tutun. Axı bu qalanı bir nəfər qorumur, bu qala bir ordunun qorunmasından asılıdır və bir orduda bir əsgər bütün orduya cavabdehdir. Və xüsusilə də kritik infrastrukturlarda, dövlət orqanlarında işləyənlər bilməlidir ki, bu həmin bir insan tək özünə cavabdeh deyil, bütün o dediyim kimi orduya cavabdehdir. Onun birində bir səhvlik olarsa, bu bir mənalı şəkildə domino effekti ilə axıra qədər gedəcək. Təşəkkür edirəm. Çox maraqlı məqamdır, amma bir şey demək istəyirəm. Keçən dəfə araşdırmada mən nazik bir xətt qoymaq istəyirəm kiber cinayətlə kiber dələduzluğun arasında. O təbii. Məsələn, maarifləndirmə bizdə şeyə qarşı ola bilər. Məsələn, kiber dələduzluğa qarşı ola bilər. Amma kiber cinayətlərə qarşı bizdə maarifləndirmə biraz qəliz məsələdir. Niyə görə? Orada artıq kiber cinayət birbaşa hansısa bir sistemi həkk etməkdir də məsələn. O da qorunmasından danışıram. Yox, mən individual insanın tək dələduz qurbanı olmağını demirəm. Məsələn, mən deyirəm ki, əgər mən X bir dövlət kritik infrastrukturda işləyirəmsə, mən bilmirəmsə ki, bu top hardan gələ bilər, ən zəif nöqtə mən ola bilərəm. Bu zəif nöqtəmi gücləndirsəm, mən artıq cinayətkarlığa qarşı hansı bir mübarizə rolunu oynayıram. Ümumiyyətlə 2035-ci ilə qədər dünyada bütün cinayətlərin fərqi yoxdur. İnsan öldürülməsindən tutmuş oğurluğa qədər hamısının 85%-i kiber yollardan keçiriləcək. Yəni hər hansı vasitə üsulundan biri kimi kiber olacaq. Yəni bizim virtual dünyaya girdik, artıq bizim kiber tozumuz yaranır. Bu kiber tozla artıq biz necə eləyirik ki, bu tozu azaltmalıyıq, özümüzü bu tozu daha aydın şəkildə insanlara göstərməməliyik. Bu şeylərdən söhbət gedir. Yəni kiber dələduzluq işin çox kiçik bir hissəsidir əslində. Kiber dələduzluq niyə çox görsənir? Çünki müxtəlif insanlara gəlir və hərə bir dəfə danışır. Amma bir dənə kritik infrastruktura olan hücum, təsəvvür edirsiniz nə qədər dövlət büdcəsi olsun, insanların özünə olsun, orada işləyənlər olsun, Azərbaycanın öz dövlətçiliyinə olsun, nə boydan ziyandır. Və bundan ötürü orada işləyən yox, bütün cəmiyyət məsuliyyət daşıyır. Razıyam sizdən. Razıyam. Bildiyiniz ki, bugünkü gündə datamız bizim əmlakımızdır da. 100%. Əmlakımız datadır. Amma insanlar dataya hələ də Azərbaycanda yəni ki, qeyri-ciddi baxır, açığın deməz. Bəli. Onu qorumağa elə də çalışmırlar. Mənim şəklimdə, mənim məlumatlarım internetdə qalıb da nə olacaq? Bəli, razıyam. Və onunla əlaqədar mən sizə çox razıyam ki, o gigiyena ilə əlaqədar nəsə maarifləndirməyə aparmaq lazımdır. Ölkə səviyyəsindəki bütün qurumlara. Bəli. Ki bu elə də belə barmaq arası baxmayın da bu dataya. Data əmlakdır, data sənin pulundur. Data sən bütün varlığındır da. Qabaq evin olurdu, eşin olurdu, qalı ilə qoruyurdu. Bəli. İndi kiberdən qorumalıdır. Bəli. Bir dənə də bir statistika birində deyim, bəlkə də çox statistikadan istifadə edirdim. Ümumiyyətlə bir 50 ildən sonra iki şeydən ötürü deyirlər müharibə olacaq. Bunu artıq bir neçə mənbədən oxumuşam. Biri sudan ötürü, biri datalardan ötürü. Məsələn, Amerika TikTok niyə bağladı? Ona görə bağlamadı. Kim buna YouTube-na rəqib gəlir, Instagram-na rəqib gəlir. Xeyr.
datası sızmasın Data, deyə təbii bağlıdır. ki, Amma bir dənə bunun səbəbi var ki, mənim datamı Çin niyə görməlidir? Ümumiyyətlə varlı ölkələr dataları çox olan ölkə olacaq. Bu bir mənalıdır. Ona görə nə qədər çox produkt istifadə edilsə, nə qədər çox data bir yerə yığılsa, bu o deməkdir. Biz daha güclü olacağıq və daha varlı ölkə olacağıq. Yəni artıq neftdən daha üstün olacaq. Və bunu mən demirəm, bu böyük bir araşdırmaların nəticəsidir. Sizdən razıyam ki, bizdə şəxsiyyət vəsiqəsi gözlə bir dənə sənə şəxsiyyət vəsiqəmi göstərim və Bəli, şəxsiyyət vəsiqənin hər yeri gedir də burada. Tək bu kiçik bir hissə deyil. Və ola bilər bu müəyyən bir 50 plus olar, 60 plus olar. Xeyr. Bu bizdə katastrofik dərəcədədir. Hətta cavanlarımız belə datanın nə qədər önəmli olduğunu, bunun kiberin birbaşa qurbanı ola biləcəklərini, özlərinin demirəm, işlədiyi yerləri necə qurban eləyə biləcəklərini hələ də tam anlamırlar. Bundan ötürü kiber gigiyena çox önəmlidir, maarifləndirmə çox önəmlidir. Buna görə vallahi biz çalışırıq hər şey eləyək. Siz mənim üstümə düşürsünüz. Onu qoy mən sizin üstünüzə düşüm. Biz hər şey eləyirik. Baxın, kifayət qədər yerlərə yazmışıq ki, gəlin ödənişdə sizə kiber gigiyena da maarifləndirmə tədbiri keçirək. Eləmişik biz müxtəlif təhsil keyfiyyətinin təminatı agentliyində, kritik bir neçə infrastruktura, Qarabağda, Bakının özündə sadəcə çoxsu deyir ki, məndə IT tim var. Bu IT tim bizdə hər şey edir. Mən başlasa bilmirəm ki, okey də yəni. Hətta IT tim kombayn deyil də hər şey. Hə də, yəni o IT timində işləyir ki, O IT timi kim audit edir? yəni mən onu heç kəs. Və mən də deyir ki, yox, bizim auditimiz o qədər yaxşıdır ki, onun auditə ehtiyacı yoxdur. Deyirəm ki, müəllim, sizin vergilər ola bilər AQQA sertifikatlı falan dünyanın ən yaxşı PMP sertifikatlı falan HR-larımız var və yaxud da finance, maliyyə üzrə mühasibatlıq falan üzrə işçiləriniz var. Amma sizi axırda hesablama palatası da yoxlayır və audit gəlir. Müstəqil audit gəlir, yoxlayır. Siz müstəqil audit gələndə demirsiniz ki, bilirsiniz bizdə bu Əflatun müəllim dahi bir maliyyəçidir, ehtiyac yoxdur. Bəli, həqiqətən ehtiyac yoxdur. Amma bizdə mən də onu demək istəyirəm ki, bizdə hələ o qədər aşağı səviyyədədir ki, IT tim yazır, backend developerdir. Bu niyə bu boyda kritik infrastruktura cavabdeh olmalıdır? Bunun işi ancaq kod yazmalıdır. Bizdə kompüter yandırdın, söndürdün, elə bilər. Həm sən kiber gigiyenasan, həm sən backendsən, UX, UI-sən, frontendsən, hər şeysən. Ay, o işlə o. O başqa tema. Windows problem-də bilgisi. İndi Gülay xanım, həqiqətən mən çox sağ olun. Belə tədbirlər görürsüz. Amma ümumiyyətlə belə internet üzərindən düşünürsünüzmü bir kanal açıb beləsinə bu kiber maarifləndirmə eləmək? Yəni çünki daha çox bu kiber dələduzluğa, cinayətkarlığa deməyim, cinayətkarlıq çox yüksək. Dələduzluğa sadə adam. Bizdə hal-hazırda böyük problem dələduzluq. Hə, sadə və yaşlı insanlar qurban olur. Bəli. Yəni zəng eləyirlər, bayaq da dedim, zəng eləyirlər, arxadan call center səsi verirlər. Bəli. Hə, salam əleykum, adı familiya bilirlər, adı soyadı bilirlər. Sizi filan bankin kiber təhlükəsizlik idarəsindən narahat edirik və insan bütün məlumatını deyir. Bir də onlar sizdən bir sözünüzə qüvvət deyir. Biz məsələn deyirəm, gedib bir qapını döyə bilmərik ki, salam sənə bir kiber təhlükəsizlik dərsi deyim. Biz bunu edə bilmərik. Bizim eləyə biləcəyimiz ən optimal, ən maksimum biz bunu təklif şəklində dövlətə göndərmişik və bir neçə yerə göndərmişik. Onlar bizə hətta mən yəni bir Azərbaycan Respublikasının vətəndaşı olaraq bu məsuliyyəti öz boynuma götürərək deyə bilərəm ki, hər hansı bir yerdə mən tam təmənnasız gedib o təlimi verim. Amma o bilirsiniz, bizdə hər şey ingilislərin sözü check and balances da bir-birinə tərəzinin hər bir gözə eyni olmalıdır. Bizdə hər bir şey o üzərə gəlir ki, məcbur olanda heç kəs öyrənmək istəmir. Başa düşürsünüz. Bunu necəsə balanslaşdırmaq lazımdır ki, insan bunu anlayaraq öyrənməyə başlasın. Və bu çox çətin bir şey deyil. Yəni deyim ki, astronomi bundan ötürü Einstein olmalısan, nə bilim, ən azından sadə qaydalar. Siz demişkən, evə gələndə əli yumalısan, üzü yumalısan. Sadə gigiyena. Həqiqətən gigiyenadır. Yəni sözün əsl mənasında bu hygiene-dir, başqa bir şey deyil gigiyena. Sadəcə olaraq insanlara məncə birinci başa salmaq lazımdır ki, data önəmlidir. Çünki biz hələ də barmaq arası baxırıq. Data sizin mikrobunuzdur, ən zəif yerinizdə. Oradan sizin içinizə hər şey düşə bilər. Yəni bu necə ki açıq bir yaradır da. Yəni bu yaranı göstərmək lazımdır ki, bu data sənin açıq yarandır. Burada toz da düşə bilər, burada sənə gəlib mikrob da düşə bilər. Sən bunu qorumalısan, antiseptik tədbirlər görməlisən. Bəli, tamam haklısınız. Sən nə düşünürsünüz? Necə hansı yollarla çətin oldu sual vermədik. İnfluens eləmək olar, cəmaatı çəkmək olar ki, dataya diqqət elə. Dataya diqqət plus bir dənə zəng gəlir Amerikadan. Deyir filan bankin
Şahin xidmətindən. insanların Rusiya, çox Ukrayna, yəni Amerikadan gəlsə deyərəm yenə də. Amerikadan da gəlir. Gürcüstan nömrəsində. Mən artıq maarifləndirmələri görürəm. Avtobuslarda məsələn, yollarda, tıxaclarda görürəm. Bəzi avtobuslarda, Bakubasın avtobuslarında artıq linklərə girməyə, yəni tanımadığınız linklərə girməyin, gəldiyi SMS-lərdə linklərə girməyin, belə maarifləndirmələr var. Amma insanlar Rüstəm, önəm onu vermir. sən bilirsən deyənə baxırsan. O sən diqqətli, sən o məlumatlısan deyənə çəkir. Ola bilər, Başa hə. düşürsüz? Maraqlı. Yəni bu ümumiyyətlə belədir. Biz gündə sizdə hamımız müəyyən bir yol qət eləyirik. Bəli, bəli. Bizim gözümüzdə bizim ümumiyyətlə yaddaşımız, seçməmiz selektivdir. Biz hər şeyi görmürük, bəli, biz hər şeyi bəli, qəbul eləmirik. bəli, bəli. Biz onu filtrdən keçiririk. Onlar isə ondan tam bir yad adamlar, kiberdən anlayışı olmayan adamlar, onun qorxulu təhlükəsindən xəbəri olmayan adamlar onu görməyəcək. Çünki onların seleksiyası onu qəbul eləməyə imkan Şeyə vermir. oxşadı, üzrdən sözünüzü kəsirəm. Hansı maşın sürürəmsə, ancaq o maşınları görürəm. Ay sağ ol, elədir. Fərqi yoxdur. Məsələn, atıram sizə bir dənə gözəl geyimli xanım görün, həmin gün o geyimdə bir neçə insanı görə bilərsiniz. Eynidir, o seleksiyadır. O bizim beynimiz qəbul eləyir və onu Çox maraqlı faktdır. PhD-nin, 2 dənə PhD-nin önəmi burdadır. Amma yenə də o maarifləndirmə, onu yeritmək. Vardır. Problem odur. Problem odur. Nətər yeridir? Alınmır. 22 ildə injiner mühəndissən sən kiber üzrə. Yox, başa düşdüm. Yox, kiberə təzə gəlmişəm də, belə rabitəçiyəm mən. Yəni bu Günel xanım insan psixologiyasını bilir, o izah elədi ki, o selektiv. Çox gözəl izah elədi, yəni. Çox gözəl izah elədi. Sağ olsun. Yəni bilirsən, mən onları bilirdim, amma onları mənə demək lazım idi. Onu başa düşdüm. Bildiniz necə? Amma nətər eləyək ki, ora diqqəti cəlb eləyək. İnsanlar ki, bax sizdən pul oğurlanır. Sizdən məlumat oğurlanır. Şəkli çəkdirdin, nə bilim iPhone aldın, şəkli çəkdirdin. Adın familyon düşdü. Girirsən səhifədən ad günü götürür. Ondan sonra başqa nə yeyirsən, nə içirsən. Yəni bu yazır ki, darıxıram. Evdəyəm. Location göndərdi, evin adresi. Mən hansısa qeyri-bank olan kredit təşkilatlarına zərər zərər yetirmək istəmirəm, amma bəziləri var ki, 2-3 dənə təşkilat var ki, məşhurdur Azərbaycanda. Orada 15-20, yəni 40 günlük pul götürürlər orada. Yəni onların etibarlılığı hətta. O qədər insan oradan pul götürür, ora bütün datasını verir. Etibarlılıq sıfır. Mən sizə deyim də, yəni sabahsızma olanda artıq biz təcrübələnməli deyilik, çünki o bütün data hamısı sızdırılıb orada. Baxın, inanın mən bunu işdən deyəcək ki, o sızsın da. Bax, inanın bu söz deyiləcək. Yəni bunun kimə lazımam mən? Ay sağ olun. Ya bir variant var, ya kimə lazımam, ya da sən bilmirsən mən kimə. Hə, o da var. Bilmirsən ki, Hindistanda ya başqa bir ölkədə oturan haker sənin atan və əmin maraqlıdır. O gəlir sənin elektron vasitəsilə pul oğurlayır, kriptoya sürür, xərcləyir. Sən kimin oğlu olursan, bəli. onu az fərq edir. Razıyam. Amma bu iki dənə şeyi mən kimə lazımam mən və bilmirsiniz mən kimə. Bu iki dənə kimlər bizi şey eləyir. Sən bildiyini, mən bildiyini sən bilmərsən məsələsi. Yəni bu ego söhbətinin rüyası. Yox, ego olanlar cəhənnəmə nədənsə məlumatlıdırlar. Bu ego olmayanlar var, ümumiyyətlə mən kimə lazımam? Ən qorxulu, ən zəif kütlə onsuz da onlardır. Başa düşürsüz nə demək istəyirəm? Ən targeti. Hə, çünki onlar sonuncu pullarını verirlər. Siz dediyinizdə müəyyən bir pulların müəyyən hissəsi gedir. Amma bunun axırıncı yığdığı, o qara gün üçün yığdığı pul gedir. Əşi mən kimə lazımam? Ay sağ ol. Bir dənə son bir ay bundan əvvəl eşitdiyim söhbətdə bir xanım zəng elədi, müəllimədir. Ali təhsilli müəllimədir, xanım xəstədir və özü üçün müalicəsi üçün pul yığıb. 18.000 pulunu kartından çəkdilər. Adamın nəinki qara gününün, yəni bunun gələcəyinin pulu idi. Yəni ki mən gedəcəm, əməliyyat olunacam, hansısa bir kimya terapiya alacam və mən sağalacam. Və sonda nə oldu? Bir saatın içində illərlə yığdığı, bəlkə də boğazından kəsdiyi, geyimindən kəsdiyi pul getdi. Yəni ona görə deyirəm ki, bu tərəf daha önəmlidir bizə. Çünki bu insanlar sonuncu pullarını vermiş olurlar. O digər tərəfinə ki 10 milyonu var, eybi yoxdur, 1 milyonunda Hindistanlılar yedi. Yəni onların problemidir. Maraqlıdır o. Mənim bir yanaşmam. Hə, çox maraqlıdır. Çox maraqlıdır. Amma yenə deyirəm, o insanlar mən neçə gündə özüm üçün approach keçirdirəm statistik özüm üçün. Hamıdan soruşuram ki, axırıncı dəfə balansınızdan pul çıxardan nə vaxt qəpiklərə baxmısınız?
Bu qəpik məsələsi çox önəmli məsələdir. Heç kəs Qəpik bax. milyardlardır. Qəpi ilə milyardlar çəkirlər. Milyardlar. Milyardlar çəkir. O adi o pensioner var 202 manat Mən o 24 deyirəm. qəpik alır. Hə, 10-24 qəpik hər ay çıxsa, Onun 24 qəpik Birində 4 qəpiyini belə çıxsa, ay 4 qəpik heç kəs ondan ötürü əziyyət çəkmir. Heç bu 20 plusdur və o da ciddi rəqəmdir. Artıq bu 100 nəfərdən artıq. Elədir ki, bax bu sadə bir şeyləri və siz dediyiniz kimi Gülxan. O Rüstəm gördü o reklamı. O pensioner o Baku bastı. İnan ki, görməyəcək. Heç yenə də deyirəm, heç vecinə də Və gəlmir. bir ahıl yaşlı olanımız. Girir indi uşaqların nəvələri Telegram verib xəbərlərdə də oxusun. Telegramda hər hansı bir retail store, opşi bu. Bəli. Güya kampaniya eləyir. Bəli. Logosunu birə-bir oxşadıblar. Bəli. Bir hərf dəyişiblər. Girir ora, hə o kim gir bura bütün məlumatı Keçən dəfə udmaq şansın var. Bəli. Instagramda bir Reels deyil, reklama rast gəldi mənə. Deməli, prezidentimizin şəklidir. Və orada aşağıda yazılıb ki, Azərbaycan prezidenti Azərbaycan vətəndaşına 3000-4000 manat pul paylayır. Buradan qeydiyyatdan keçin və həmin pulu əldə edin. Hələ onu artificial intelligence onun danışığını da eləyir. Danışığını da eləyiblər. Doğrudan. Bəli. Bax, bundan xəbərim yoxdur. Geri qalıram. Yox, sadəcə sizin qabağınıza çıxdı. Ayı ilə elə bir ki, prezident özü Onsuz da səsləndi ki, ayıya eləyirsən, verirsən, nə istəyirsən yayından də. onu eləyiblər. Prezident özü danışır. Süni intellekt, yenə gəlirik bu dataların qorunmasına. O səs də datadır da. Yeri gəlmişkən bir haşiyə. Axırıncı dəfə olaydan xəbərimiz oldu da Instagramdakı olaydan. Yəni birbaşa bütün Azərbaycan vətəndaşlarına deməli Instagramda plus 18 videolar nə mənada kəsmək, doğramaq, ölüm videosu bir gün ərzində o Reelslar hamının qabağına çıxdı. Bu Instagram ya alqoritmində nəsə problem baş verdi, ya nəsə bir hack olundu, ya yəni çox maraqlı bir problem oldu. Bunlar. Fikir vermirsiniz, görürsünüz. Mən Instagramda çox fazla oluram. Mən çox otururam ona görə yəni. Mən görürəm. Bir gün ancaq belə videolar qabağımıza çıxdı. Bunlar. Həmin gündə WhatsApp-da nəsə Bilirsiniz, bir də yaddan çıxarmayaq ki, Azərbaycan bütün dövlətlərlə dost dövlət deyil də. Yəni bizim düşmənlərimiz də var. Regionumuzda biraz. Bəli, regionda həssas regiondur. Ən azından indi hər an, yəni biz hardan bilək ki, metada işləyən bir erməni onu elədi. Yəni buna kimsə əminliyi var. Heç mən hücumları qoyuram qırağa. Bir də alqoritmi Azərbaycan tak dəyişdim, qurtardı. Səhv deyirəm, Bəli, razıyam. Biz hər bir şey nəzərə almalıdır. Yəni bugünkü gün inanırsınız, mən nəyə fikirləşirəm, insan elə bil ki, tam çılpaq vəziyyətdədir. Bu tam çılpaq vəziyyətdə olduğuna görə bu bilməlidir ki, biz o əncir yarpağını yenidən ixtira eləməliyik. Sırf kibergigiyenada biz o əncir yarpağına hələ indi gəlməliyik ki, biz haralarımızı qoruyaq. Çünki başqa cür bir yol görmürəm. Həqiqətən kiber maarifləndirmədən, bir də kiber auditdən başqa yol görmürəm. Yəni ola bilər ki, firewalllar möhtəşəm olsun, ola bilər ki, və insan hələ ki virtuala da keçsək, kiber dünyanın bir vətəndaşı olsaq da, real dünyamızda hələ çay içirik, kofe içiriksə deməli real dünyadayıq. Sadə yəni vətəndaşları qoyaq qırağa, elə sizin mənim xoşuma heç biraz. Sadə vətəndaşları qoyaq qırağa, şirkətlərin də trustı var axı, məsələn auditlərə. Məsələn bir filan şirkətdir, biz gəlib deyirik ki, audit eləyirik sizin sistemə. Ha deyəcək ki, mən nə bilim sən mənə sabah məlumatı sızdırmayacaqsan. Yox, orada NDA kontraktlar. NDA kontrakt var, amma yenə də şirkətlər hələ də trust eləmirlər axı, hələ də etibar eləmirlər. Şirkət birinci başa düşsün, valla mən razıyam ki, trust eləməsin. Yəni mən o tərəfinə sevinərəm ki, bu nə qədər aware insandır. Bu nə qədər bu işdən xəbərli insandır ki, bu sənə güvənmir. Biri var ki, ümumiyyətlə xəbəri yoxdur. Deyir ki, orada Orxan var da, 22 yaşı var, təzə universitetə gətirib bilirsən, dahi deyib. Onu gətirmişəm, bu məni qoruyur. Bu mənim öz auditimdir içində. Hə, da eləyir də, gətirib savadlı olandı ki. Yəni halbuki departamentin müdiri qayıdır ki, eşidirsən biraz sakit dayan, yuxarı eşidə demir. Özümüz bağlayarıq. Bəli, error humanum səhv olsun insana məxsusdur. Amma IT-də bir şey var, deyir işləyir dəymə də, yəni. O vəbşi mühəndisliyidir. İşləyir dəymə, nə qədər dayanacaqsa o qədər olsun. Bilirsiniz də Çernobılda elə olub. İşləyir dəymə prosesinə görə gəlib Çernobıl faciəsi yaranıb. İndi işləyir dəymələrin axırı nə qədər gedəcək bilmirik. Yəni biz 3-cü podkastdır da bizdə orada. 3-cü podkast ya. Mənim ilk podkastımdır, siz bilmirəm. İnşallah davamlı olsun. Sizə də çox belə suallar var. Bu 3 podkast ərzində biz hələ də bir dənə
çıxış yolu tapmadıq ki, insanları necə maarifləndirək. 3-cü podkastda biz danışırıq necə maarifləndirək. Tam buraya orada selektiv olmalı. Yox, niyə Bir başqa dənə olar, ölkələrdə o şey baş deyim, verir? çünki Bu qədər policy making lazımdır. Yəni bir şeyin, məsələn, hər hansısa bir atıram, dövlət dəstəyi olmada bu mümkün deyil olsun. Nə 100%, qədər də bəli. mən, Şahin, Rüstəm, Bəli. Gülşən və ilaxır insanlar da buna cəhd eləsələr də bu alınmayacaq. Çünki bu birinci növbədə dövlət siyasəti olmalıdır. Olandan sonra dövlət siyasəti bunu dəstəkləyəndən sonra çox rahat şəkildə də ümumiyyətlə bir dənə bir söz var. Deyir ki, hər hansı bir dəyərin dəyişilməsi üçün 19-cu əsrdə 60 ildən 200 ilə vaxt keçirirdi. İndi isə bunun bir dəyərin dəyişilməsi üçün vaxt 4 aydan 2 ilə qədərdir. Yəni 4 aydan 2 ilə qədər bilirsiniz nə deməkdir? Yəni siz bizə 4 ay verin, biz sizə ölkəni sizə kiber savadlı verək. Bu deməkdir. Amma bundan ötürü tək istək kifayət deyil, iş görmək və savadlı kadrlar yetişdirmək lazımdır və önəmlidir. Yəni biz solution'u təqdim eləyə bilirik. Biz amma yəni biz hər şeyi eləmək. Balaca bir adamlarıq. Biz bundan sonra necə edək? Yəni biz ancaq bu işə bir rəvac verə bilərik, bunu itələyə bilərik. Təkan verə bilərik, qığılcım verə bilərik. Bəli. Yeah. Sosial mediadan var, deyirsən 3-cü podkastımızda belə podkastlarla cəmaata çatdıraq da. Düzdür, mənim nənəm durub baxmır axı bizim podkastda. Ay nənəm də eyb yoxdur, qonşumuzun qızı Ayşə baxsın, qonşumuzun qızı Ayşə baxsın, desin ki, Rüstəmdir, görün burada nədən söhbət gedir, o bizə plusdur. Yəni 100 nəfərin içindən bir Ayşənin artıq kiber maariflənməsi, mən datamı bu gün saxlayım deməsi, bu artıq bizim bu cəmiyyət üçün həm vətəndaş borcumuzu tam 100% ödəyirik, həm də ki bir qatqı qatırıq, bir dəyər qatırıq. Yəni bu ölkədə hərə bir damcı su töksə, bu artıq dolmuş olar. Yoxsa ki, hamı çəkilsin, dursun qıraqda, bu da mümkün deyil. Tez həll eləmək istəyiriksə, bunun bir neçə yolu var. Amma belə podkastlarla eləyiriksə, 2 il gərək biz, Rüstəm, hər gün gələk burada 2 saat danışaq. Bəlkə onda tək sizin qonşunuz Ayşə yox, Şahinin qonşusudur, mənlə qonşum. Düzdür. Çox sağ olun Günel xanım. Çox sağ olun. Mən heç birinizə danışmağa imkan vermədim. Niyə görə elə? Çünki çox maraqlı danışdıq. Sağ olun. Çox təşəkkür edirik. İnşallah siz gələn podkastlarımıza yenə də gözləyirik. Çünki hələ mövzular çoxdur. Bəli. Çox şey deyəcəyik, deyəcəyik. Çox Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm hamıya baxdığınız üçün. Sağ olun. Sağ olun.